Əziz dostlar, bugünkü hiking səfərimiz Qaranohur. Həmişəki kimi payız fəslində daha da gözəl olan Qaranohur gölümüzü bu dəfə yaz aylarında görməyə gedirik və getdikcə sizi də tanış edəcəyik. Gözəl. Mənzərəsini heç vaxt doymuram. Və dostlar, Qaranohur gölünə cəmi 3 kilometrimiz qaldı. Bundan sonra yollarımız daha da çətinləşir. Nisbətən. İnşallah sağ-salamat gəlib çatacaq. Hələlik. Və 1 kilometr geridə qoyduq. 2 kilometrimiz qaldı. Artıq elə də çox deyil. Amma bundan sonra sıldırımlar başlayır. Çətin olmaz. Qaranohur gölünün mənzərəsinə irəlilədikcə yolumuzu gözəl heyrətamiz təbiət gözəllikləri təşkil. Çox gözəl və heyrətamizdir. Və yolumuz artıq biraz da çətinləşməyə başlayır. Bura birinci dəfə gələnlər üçün Qaranohura gedərkən belə izlər qoyublar ki, yolu bilməyənlər tapa bilsin və irəliləyə bilsin. Təbiətin gözəlliyi. Çox gözəl və heyrətamiz şəlalə. Təəssüf ki, oraya gedib çıxmaq olmalı, yoxsa oranı da yaxından paylaşardım. Və bu gözəlliyi gözəlləşdirən səhərə. Çətin anlar başlayır. Hiking yolumuzda belə çətin sınaqlarımız da var. Mənzərələrdən biri. Necə də gözəldir. Və budur. Gözəl Qaranohur gölümüz. Bir neçə addımlığındayıq. Təbiətin gözəl əks olunan mənzərəsi. Və dostlar, hikingimizin sonuncu yekun hissəsini gəlib çatmışıq və budur Qaranohur gölü. Çox gözəl və heyrətamiz. Başqa istəyirsiniz ifadə edə bir yaxınlaşdı göl tərəfi. Və gözəl mənzərələrdən biri. Və dostlar, Qaranohur göl hikingini burada başa çatdırdıq. Çox gözəl, əyləncəli vaxt keçirdik. Sərbəst yürüyüşlərimizi etdik. Növbəti səfərlərimizdə görüşənə qədər. Sağ olun.